Salam, mən allergoloq Gülnar Quliyeva. Bu videoda sizə uşaqlardakı xışıltı haqqında məlumat vermək istəyirəm. Bizə müraciət edən pasientlərin böyük əksəriyyəti bu sualı bizə ünvanlayır. Doktor, bu uşaq xışıltılı uşaqdır, qarşıda hərəkət elədi, hoppandı, xışıldayır, qrip soyuq dəyməni xışıltı ilə keçirdir, ağır keçirdir. Bu uşaq gələcəkdə asma olacaqmı? Bunu asmadan necə qoruyaq? Ümumiyyətlə bu uşaqlar mütləq asma olurmu? Bildirmək istəyirəm ki, uşaqların bəzisində tənəffüs yollarının həssaslığı var. Bu nə deməkdir? Biz gün ərzində qramlarla toz, məişət tozu, polenlər, kimyasalları nəfəs yolları vasitəsilə alırıq. Bəzi uşaqların nəfəs yollarında artmış həssaslıq var. Tibbən bunun adı nəfəs yollarının hiperreaktivliyidir. Hansı uşaqlarda ki, nəfəs yollarının həssaslığı var, onlar bu kimyasallara və allergenlərə reaksiya verərək bronxların divarında yüngül bir iltihab yaradır və nəticədə uşaq xışıltılı uşaq olur. Bunlar qripi, soyuq dəyməni, zökəmi ağır keçirdirlər. Hər xışıltılı uşaq gələcəkdə asma olmaz. Amma bu xışıltılı uşaqların hansı qrupu ki, genetikasında bronxial asma var? Hansı xışıltılı uşaqda ki, qanda allergiyanı göstərən göstəricilər normadan yuxarıdır? Hansı xışıltılı uşaqda ki, spesifik panellər vasitəsilə biz onlarda toz, nəmişlik, polenlərə qarşı şiddətli allergiya aşkarlayırıq. Bu uşaqların gələcəkdə asma olma ehtimalı daha yüksəkdir. Qanda allergiyanı göstərən göstəricilər normal gəlibsə, genetik olaraq allergiya meyillilik yoxdursa, uşaqda sadəcə nəfəs yollarının artmış həssaslığıdırsa, bu uşaqlar böyüdükcə yetkinlik dönəminə qədər bu xışıltıdan tamamilə azad ola bilərlər. Bildirmək istəyirəm ki, istər qanında allergiyası yüksək çıxan uşaqlar, istərsə də nəfəs yollarının artmış həssaslığından əziyyət çəkən, lakin allergiyası olmayan uşaqlar qripi, soyuq dəyməni, zökəmi ağır keçirdirlər. Bu uşaqların şikayətləri soyuq havalarda daha çox olur. Qaçdıqda, hərəkət etdikdə, pilləkəni çıxdıqda, velosiped sürdükdə, oyun oynadıqda, bir sözlə fiziki aktiv olduqları periodda xışıltılar daha da şiddətlənir və öskürəklər artır. Bu uşaqların periodik olaraq allergoloq kontrolunda düzənli müalicə alması çox önəmlidir. Belə ki, təkrarlayan xışıltılar əgər müalicə olunmazsa, bronxların divarında geri dönməz dəyişikliklərin yaranmasına və xəstəliyin daha çox qalıcı olmasına səbəb ola bilər. Bronxlarda xışıltıdan, qaçdıqda, hərəkət etdikdə, tutma şəkilli öskürəkdən əziyyət çəkən uşaqlar mütləq allergoloji testlərdən keçməli, allergoloq kontrolunda müvafiq müalicələri almalıdırlar.